Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about spare time hobbies. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are right fit for you. Let's get started. First one is kitap okumak. Kitap okumak. Kitap okumak. Kitap okumak means reading books. For example, kitap okumak bizi sakitləşdirir. Kitap okumak bizi sakitləşdirir. Kitap okumak bizi sakitləşdirir. Kitap okumak bizi sakitləşdirir means reading books relaxes us. Reading books relaxes us. Kitap okumak bizi sakitləşdirir. Second one. Film və serial izləmək. Film və serial izləmək. Film və serial izləmək. Film və serial izləmək means watching movies or series. Watching movies or series. Like film və serial izləmək. Maraqlı bir film izləmək bizi başqa dünyalara aparır. Maraqlı bir film izləmək bizi başqa dünyalara aparır. Maraqlı bir film izləmək bizi başqa dünyalara aparır. It means watching an interesting movies takes us to other worlds. Watching an interesting movie takes us to other worlds. Takes us to other worlds. Or watching an interesting movie takes us to other worlds. It means maraqlı bir film izləmək bizi başqa dünyalara aparır. Musiqiyə qulaq asmaq. Musiqiyə qulaq asmaq. Musiqiyə qulaq asmaq. Musiqiyə qulaq asmaq. Musiqiyə qulaq asmaq means listening to music. Listening to music. Listening to music means musiqiyə qulaq asmaq. For example, musiqi dinləmək or musiqi qulaq asmaq. Musiqi dinləmək məni xoşbəxt edir. Musiqiyə qulaq asmaq məni xoşbəxt edir. Musiqi dinləmək məni xoşbəxt edir. Or musiqiyə qulaq asmaq məni xoşbəxt edir means listening music cheers me up. Listening music cheers me up. Listening means both like qulaq asmaq or dinləmək. These are same thing. İdman etmək. İdman etmək. İdman etmək. İdman etmək. İdman etmək. İdman etmək doing sports. Doing sports. Doing sports means idman etmək again. And for example, idman həm sağlamlıq, həm də enerjili qalmaq üçün vacibdir. İdman həm sağlamlıq, həm də enerjili qalmaq üçün vacibdir. İdman həm sağlamlıq, həm də enerjili qalmaq üçün vacibdir. Means sports are important for health and staying energetic. Sports are important for health and staying energetic. Deməli, idman həm sağlamlıq, həm də enerjili qalmaq üçün vacibdir. Sports are important for health and staying energetic. Rəsm çəkmək. Rəsm çəkmək. Rəsm çəkmək. Rəsm çəkmək means drawing. 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 Rəsm çəkmək. Rəsm çəkmək. For example, drawing develops my creative skills. Drawing develops my creative skills. Means rəsm mənim yaradıcılıq qabiliyyətimi, daha doğrusu yaradıcılıq bacarığımı inkişaf etdirir. Rəsm mənim yaradıcılıq bacarığımı inkişaf etdirir. Rəsm mənim yaradıcılıq bacarığımı inkişaf etdirir. Rəsm mənim
yaradıcılıq bacarığımı inkişaf elətdirir. Means drawing develops my creative skill. Gəzintiyə çıxmaq və təbiətdə vaxt keçirmək. Gəzintiyə çıxmaq və təbiətdə vaxt keçirmək. Gəzintiyə çıxmaq və təbiətdə vaxt keçirmək. Gəzintiyə çıxmaq və təbiətdə vaxt keçirmək means walking and spending time in nature. Walking and spending time in nature. For example, təbiətdə olmaq stresi azaldır. Təbiətdə olmaq stresi azaldır. Təbiətdə olmaq stresi azaldır. Təbiətdə olmaq stresi azaldır means being in nature reduces stress. Being in nature reduces stress. Being in nature reduces stress means təbiətdə olmaq stresi azaldır. Təbiətdə olmaq stresi azaldır. And yemək bişirmək. Yemək bişirmək. Yemək bişirmək. Yemək bişirmək. Yemək bişirmək. Yemək bişirmək means to cook. To cook. To cook. To cook. Yemək bişirmək. Yemək bişirmək həm maraqlı, həm də əyləncəlidir. Yemək bişirmək həm maraqlı, həm də əyləncəlidir. Yemək bişirmək həm maraqlı, həm də əyləncəlidir. Means cooking in both interesting and fun. Cooking is both like interesting and fun. Cooking is interesting and fun. Yani yemək bişirmək həm maraqlı, həm də əyləncəlidir. And dostlarla vaxt keçirmək. Dostlarla və ailə ilə 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 vaxt keçirmək. Yani spending time with family and friends. Spending time with friends and family. Vice versa. Spending time with friends and family means dostlarla və ailə ilə vaxt keçirmək. Dostlarla və ailə ilə vaxt keçirmək. For example, deməli, sevdiklərimizlə means like dostlarımızla və ailəmizlə birlikdə olmaq bizə xoşbəxtlik verir. Dostlarımızla və ailəmizlə olmaq bizə xoşbəxtlik verir. Dostlarımızla və ailəmizlə olmaq bizə xoşbəxtlik verir. Dostlarımızla və ailəmizlə olmaq, or you can also say vaxt keçirmək bizə xoşbəxtlik verir. Means being with our family and friends makes us happy. Being with our friends and family makes us happy. Makes us happy. Bizi xoşbəxt edir. Being with our friends and family. And that's it. I hope you enjoyed. I hope you learned something. If you're interested in personalized language instruction, please check out the first link in description below. Apply and see if our lessons are right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek.